Salam əziz abituriyentlər, hər vaxtınız xeyir. Baxmadan imtahana getmə videolar silsiləsindən birini hal-hazırda sizin üçün çəkirəm. Deməli, biz bilirik ki, bizim insanın 5 duyğu üzvü var və 5 analizatorumuz var. Bu analizatorlar vasitəsilə biz xarici mühiti dərk edirik, xarici mühiti hiss edirik. Bunlardan biri də eşitmə analizatorudur. İnsanda eşitmə orqanı qulaq 3 şöbədən ibarətdir. Xarici qulaq, orta qulaq və daxili qulaq. İlk dəfə onurğalılardan daxili qulaq balıqlarda yaranmışdır. Orta qulaq isə suda qurda yaşayanlarda yaranmışdır. Xarici qulaq deməli ilk dəfə təkamül etibarı ilə baxsaq, ilk dəfə məməlilərdə yaranmışdır. Eyni zamanda qulaq seyvanı da ilk dəfə məməlilərdə yaranmışdır. Deməli, insanın xarici qulağı 2 hissədən ibarətdir. Bura aiddir qulaq seyvanı. Əslində bizim baxarkən xaricdən gördüyümüz bizim qulağımızın seyvanıdır. Yəni xarici qulağın sadəcə bir hissəsidir. Xarici qulaq seyvanının funksiyası bir növ lokator rolunu oynayır. Yəni səs dalğalarını tutmaq və onu xarici qulaq keçəcəyinə doğru istiqamətləndirməkdən ibarətdir. Yəni qulaq seyvanının vəzifəsi. Və deməli, kəllələr yarım tipindən yalnız məməlilər sinifində qulaq seyvanı var. Lakin bütün məməlilərin qulaq seyvanı var desək doğru olmaz. Məsələn, balinanın qulaq seyvanı yoxdur. Deməli, əziz abituriyentlər, bu iki cümlə arasında fərqi ümid edirəm ki, siz duya bilirsiniz. Deməli, qulaq seyvanı yalnız məməlilər sinifində var, ancaq bütün məməlilərin qulaq seyvanı var desə, bu cümlə yanlış olar. Deməli, qulaq seyvanı əzəllərini də biz burada görürük. Deməli, insanda qulaq seyvanı əzəlləri rudimentdir, lakin qulaq seyvanı əzəlləri inkişaf edərsə, insan qulaq seyvanını hərəkət elətdirərsə, bu olacaq atavizm. Deməli, biz xarici qulağın bir hissəsi qulaq seyvanı idi, digər hissəsi isə xarici qulaq keçəcəyidir. Biz burada xarici qulaq keçəcəyini də görürük. Və xarici qulaq keçəcəyində bilirik ki, çoxlu vəzilər var, qulaq kiri ifraz edir. Növ olaraq bu vəzilər xarici sekresiya vəzləridir və qulaq keçəcəyə daxil olan mikroorqanizmləri zərərsizləşdirir, onları tutub saxlayır. Deməli, eyni zamanda necə burun boşluğumuzda kirpikli epiteli var idisə, biz tənəffüs sistemini öyrənəndə bilirdik ki, burun boşluğumuzun daxili səthi kirpikli epiteli ilə örtülüdür. Eyni zamanda qulaq keçəcəyində də həmin kirpikli epiteliyə biz rast gəlirik. Daha sonra bu biraz burada düz deyil. Deməli, xarici qulaq haqqında danışdıq. İndi keçirik deməli daxili qulaq, daha doğrusu orta qulağa. Ancaq xarici qulaqla orta qulaq arasında bunu çıxarıb sizə göstərəcəm. Təbil pərdəsi yerləşir. Nazik deməli pərdədir təbil pərdəsi. Təbil pərdəsinin eşitmədə rolu böyükdür. Belə ki, qulaq seyvanının tutub istiqamətləndirdiyi, xarici qulaq keçəcəyinin gətirdiyi səs dalğaları təbil pərdəsinin titrəyişinə səbəb olur və təbil pərdəsi qeyd etdiyimiz kimi xarici qulaqla orta qulaq arasındakı sərhəddir və təbil pərdəsi zədələnərsə insan kar ola bilər. Təbil pərdəsi müxtəlif səbəblərdən zədələnə bilər. Belə ki, insan xarici qulaq keçəcəyinə sərt cisim salıb qulağını təmizləməyə çalışarsa, bu təbil pərdəsinin zədələnməsinə səbəb ola bilər. Eyni zamanda güclü partlayış və yaxud da güclü səs də təbil pərdəsinin cırılmasına, zədələnməsinə səbəb ola bilər. Məsəl üçün, biz gördük ki, 44 günlük Vətən müharibəsində qazilərimizin arasında, yəni eşitmə funksiyasını itirənlərin sayı çox idi. Bu isə onların yanında partlayış səsinin, yəni partlayışın olması ilə bağlı olub. Əgər insan təbil pərdə, yəni güclü partlayış zamanı təbil pərdəsini qorumaq istəyirsə, nə etməlidir? Ya ağzını açıq saxlamalıdır və ya həm ağzını bağlayıb, həm də qulağını bağlamalıdır. Xarici qulaq keçəcəyini belə deyək də tıxamalıdır ki, təbil pərdəsi zədələnməsin. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, buradan görürük ki, Yevstaxi borumuz var. Yevstaxi borusu, buna eşitmə borusu da deyilir. Burun udlaqla, yəni hava aparıcı yolun burun udlağını bu boru orta qulaqla əlaqələndirir. Beləliklə də, yəni biz tənəffüs edərkən, deməli, burun vasitəsilə xaricdən havanı qəbul edilir, sonra keçir burun udlağa. Deməli, burun udlaqda hava olur. Həmin bu Yevstaxi borusu, eşitmə borusu
havanı burun udlaqdan orta qulağa gətirir. Beləliklə orta qulağın içərisi hava ilə dolu olur. Və təbil pərdəsi deməli xarici qulaqla orta qulaq arasında deməli sərhəd olduğu üçün təbil pərdəsinin bir tərəfi xarici qulaq keçəcəkdir, digər tərəfi isə orta qulaqdır və beləliklə Yevstaxi borusu vasitəsilə orta qulaqda hava olduğu üçün təbil pərdəsinin orta qulağa söykənən hissəsində mühit havadır. Eyni zamanda xarici qulaq keçəcəyinə söykənən hissəsində də mühit havadır. Beləliklə həmişə təbil pərdəsinin sağ və sol tərəfində atmosfer təzyiqi bərabər olur. Amma güclü partlayış zamanı xarici qulaq keçəcəyində, yəni ətrafda partlayış olanda təzyiq yüksək olur. Xarici qulaq keçəcəyində təzyiq daha yüksəldiyi üçün təzyiq fərqi yaranır və beləliklə təbil pərdəsi zədələnə bilər. Ona görə də ya ağzı açıq saxlamaq lazımdır ki, buradan burun udlaqdan eyni təzyiq bərabərləşsin, həm keçəcəkdə, həm orta qulaqda təzyiq eyni olsun və ya keçəcəyə bağlamaq lazımdır ki, həmin o belə deyək də partlayış zamanı yüksələn təzyiq təbil pərdəsini zədələməsin. Təbil pərdəsindən sonra gəlir deməli orta qulaq. Orta qulaqda əziz abituriyentlər nə var? Orta qulaqda yəni 3 eşitmə sümüyü var. Fikir verirsinizsə bu təbil pərdəsidir və eşitmə sümükləri isə bax burdadır. İndi mən sizə çalışacağam onu dəqiqliklə göstərim. Çəkic, bax bu çəkicdir, bu zindan. Bu isə burada görürsünüz üzəngi sümüyüdür. Yenə baxaq. Çəkic, 3 eşitmə sümüyümüz var, yəni bir orta qulaqda. Çəkic, zindan, üzəngi. Burada diqqət etməli olduğunuz məqam nədir? Təbil pərdəsinə söykənən sümük çəkic sümüyüdür. Təbil pərdəsinin titrəyişi çəkic sümüyünə ötürülür. Çəkic sümüyü zindanı döyəcləyir. Zindan isə səs dalğalarını üzəngiyə ötürür. Deməli, bu 3 sümüyün üçü də orta qulaqda yerləşir. Yəni, burada ola bilər ki, fikirləşərsiniz ki, bu sümüklərə nə ehtiyac var? Bu sümüklər təbil pərdəsinin titrəyişini daha da artırmaq üçündür. Yəni, təbil pərdəsindən gələn titrəyişi daha da artırmaq üçündür. Yenə deyirəm, buradan çəkic sümüyü birləşəcək təbil pərdəsinə. İlk dəfə üzəngi sümüyü isə quşlarda yaranmışdı. İlk dəfə deməyək, ümumiyyətlə, daha doğru desək, quşlarda da üzəngi sümüyü var. Sonra orta qulaqda bir də yəni, ağır qrip keçirən zaman, yəni kəskin respirator xəstəliklər zamanı bəzən burun siləndə, asqıranda və ya öskürəndə orta qulağın iltihaplanması müşahidə edirik. Biz ümumiyyətlə bunu yəni real həyatda da yaşamışıq. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, yəni Yevstaxi borusu vasitəsilə həmin iltihap orta qulağa sıçramış olur. Yəni möhkəm burun siləndə və ya asqıranda, öskürəndə. Deməli, buradan nə deyəcəyik? Orta qulaqla işimizi bitirdik. İndi orta qulaqdan daxili qulağa keçəndə ortadakı sərhəddi deyək, oval pəncərə adlanır. Deməli, orta qulaqla daxili qulaq arasındakı pəncərə oval pəncərədir. Deməli, daxili qulaqda zarlı labirint içərisində pərdəli labirint yerləşir. Yenə deyirəm, zarlı labirint içərisində pərdəli labirint yerləşir. Zarlı labirintin içərisində deməli perilimfa, pərdəli labirintin içərisində isə endolimfa olur və çalışacağam ki, bu izahımda dərslikdən kənara çıxmayım, çünki dərslikdən kənar məlumat sizə düşməz. Daxili qulaqda bizdən nə yerləşir? Daxili qulaqda bir ədəd ilbiz, bir daxili qulaqdan söhbət gedir. Sonra 3 yarımdairəvi kanal, bunu burada görürük, 3 yarımdairəvi kanal. Eyni zamanda oval və burada kisəciklər burada göstərilməlidir. Oval və dairəvi kisəciklər var. Deməli, biz analizator bilirik ki, analizator 3 hissədən ibarətdir. İnsanda bütün analizatorların 3 hissəsi var. Reseptor, sinir və müvafiq sinir və mərkəz. Eşitmə analizatorunun birinci hissəsi olan eşitmə reseptorları daxili qulaqda ilbizin üzərində yerləşir. Yəni, analizatorun işi daxili qulaqdan başlayır, ilbizin üzərindəki reseptorlar sayəsində və burada müvafiq olaraq görürsünüz, ilbizdən çıxır, eşitmə siniri çıxır və
baş beyin yarımkürələri qabığının gicgah nahiyəsinə ötürülür. Bu arada qeyd edək ki, sağ gicgahımız sol qulağımızın eşitdiyi məlumatları analiz edir. Sol gicgahımız isə sağ qulağımızın eşitdiyi məlumatları analiz edir. Yəni burada çarpaz ötürülmə var və qoxudan başqa bütün bilirik ki, analizatorlarda, yəni qoxudan başqa bütün duyğu orqanlarından gələn sinirlər ara beyindən keçir. Və deməli, mərkəzdə, yəni gicgah payında nə baş verir? Biz nə eşitdiyimizi, kimin səsini eşitdiyimizi ayırd edirik, analiz edirik. Bir də belə deyək, daxili qulaqdakı bu 3 yarımdairəvi kanal müvazinət funksiyası yerinə yetirir. Eşitmədə yəni rolu yoxdur, müvazinət orqanıdır. Eyni zamanda oval və dairəvi kisəciklər də müvazinət orqanı hesab olunur. Çəkisizlik şəraitində insanın müvazinət orqanı işləməz. Məsəl üçün, ayda çəkisizlik şəraiti olduğu üçün ayın torpaq səthində, yəni insanın ayağı toxunmur və yuxarı, yəni belə deyək də, havada asılı vəziyyətdə qalmış olur. Çəkisizlik şəraitində bir daha deyirik ki, müvazinət orqanımız fəaliyyət göstərmir. Eşitmənin qüsuru nə ola bilər? Anadan gəlmə karlıq ola bilər və ya dediyimiz kimi sonradan müxtəlif səbəblərdən, yəni karlığa səbəb ola bilən hansısa faktorlar insanın eşitmə analizatorunun işini poza bilər. Analizatorun 3 hissəsinin hər hansı birinin zədələnməsi onun işinin pozulması deməkdir. Məsəl üçün, ola bilər ki, ilbizin üzərindəki reseptorlar zədələnsin, bu zaman karlıq müşahidə olunacaq və ya reseptorlar fəaliyyətini yerinə yetirir, ancaq eşitmə siniri zədələnib, yenə karlığa səbəb olacaq və ya insan gicgah payından zədə alıb, məsəl üçün sağ gicgahından zədə alıbsa, onda sol qulağının eşitdiyi məlumatlar ayırd edilə bilməyəcək, insan sol qulağının eşitməməsi ilə bağlı şikayətlənəcək. Ümumiyyətlə biz burada görürük ki, insanın həm daxili qulağı, həm də orta qulağı kəllə sümüyünün içərisindədir. Buradan yəni eşitmə ilə bağlı deyəcəklərim bu qədər. Çalışıram ki, videonu qısa çəkim. Bir də bunu qeyd eləmək istəyirəm ki, orta qulaqda təbil pərdəsinə söykənən çəkic sümüyüdür. Ancaq orta qulaqla daxili qulaq arasındakı oval pəncərəyə söykənən sümük isə üzəngi sümüyüdür. Yəni ona da diqqət eləmək lazımdır. Zindan sümüyü isə nə təbil pərdəsinə, nə də oval pəncərəyə söykənmir, sanki ortada qalır. Sonra insanın bu yəni orta qulağında yerləşən çəkic zindan üzəngi sümüyü, yəni bir orta qulaqda 3 ədəddir və insanda ümumi bunların sayı 6 ədəddir və ümumi skelet sümüklərinin sayının içərisinə bu sümüklər daxil deyil, onu da qeyd edək. Və burada unutduğum hansısa bir məqam varmı bilmirəm. Deməli, daxili qulaqda oval və dairəvi kisəciklər içərisində otolit daşları olur. Onların da üzərində reseptorlar olur və otolit daşları tərpənərkən reseptorlar qıcığı qəbul edir, lakin bu müvazinət hissi yaradır. Yəni eşitmə ilə əlaqəsi yoxdur. Ola bilər bizə testdə qarşımıza çıxar ki, yəni eşitmədə aşağıdakılardan hansının eşitmədə bilavasitə eşitmədə rolu yoxdur. İnşallah burada Yevstaxi borusunu qeyd etmək olar. Bilavasitə eşitmədə rolu yoxdur. Amma eşitmə analizatorunun işi hansı qulağın hansı şöbəsindən başlayır desə, biz deyəcəyik ki, daxili qulaqdan başlayır. Çünki reseptorlar ilbizin üzərindədir. Analizatorun birinci hissəsi isə reseptorlardır. Diqqətiniz üçün minnətdarım.